Türkiyənin ilk uzaq mənzilli raketini hal-hazırda sizə təqdim edirəm. Saha 2026-da bax bu uzaq mənzilli raket təqdim olundu. 6000 kilometrə mənzilli 16 metrlik saha 2026-da təqdim olunan Türkiyənin uzaq mənzilli raketinin bax bu ön hissəsində Qazi Mustafa Kemal Atatürkün imzası var. Digər tərəfində isə Yıldırım Bəyazıtın turası yer almaqdadır. 16 metrlik bu uzaq mənzilli raket dünya gündəmindədir hal-hazırda. İlk dəfə saha 2026-da təqdim olundu. Özəlliklərini saymaqla bitməz. Bax bu hal-hazırda qarışıq olan dünyamızda, müharibələrin alovlandığı bu dünyada Türkiyə müdafiə sənayesində əldə etdiyi uğurları bir-bir saha 2026-da sərgiləyir. Bu sərgidə bir neçə təqdim olunan yeniliklər var. Onların başında da bax bu gördüyünüz uzaq mənzilli raket yer almaqdadır. Qeyd elədiyim kimi dünya mediasında çox böyük ajiotaja səbəb oldu Yıldırım Han. Hal-hazırda saha 2026-ya gələn ziyarətçilərin də ən çox gəldiyi yerlərdən biri məhz Yıldırım Han raketinin olduğu yerdir ki, bax bu stenddə də maraq olduqca yüksəkdir. İlk dəfədir mən də uzaq mənzilli bir raketi bu qədər yaxından görürəm və yeni bir texnologiyanı müharibələr təki dünyamızda olmasın, ancaq çəkindirmək məqsədi ilə bir çox ölkələr tədbirlərini görür. Türkiyə də həmin ölkələrdən biridir ki, hansı ki müdafiə sənayesinə çox böyük yatırımlar eləyir. Bax bu Yıldırım Han uzaq mənzilli raket də həmin yatırımlardan biridir.